Hər vaxtınız xeyir, əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bugün mənim çatdırılmam var. Şıqlar məhsullarıdır. Göstərmək istəyirəm ki, xanım hansı seçimləri elədi. Belə bir üz yuma gel götürdüm. Dəri tipinə uyğundur. Çox gözəl bir seçimdir. Düşünürəm ki, çox bəyənəcək məhsulum. Xanımın demək olar ki, ikinci sifarişidir məndən. Şıqlar məhsulları daim müştərimdir. Belə bir primer götürdü. Göstərəcəm sizə. Belə bir gözəl bir tuş götürübdüm. Yəni hamısı bağlıdır, fikir verdiyiniz kimi. Gəlin bura baxaq. Aha. Belə concealer götürübdü. Size rengini gösterebilmeyeceğim ama burada yazılıbdı rengi. Belə qaş üçün nə adlanır bilmirəm, amma bu qaş üçündür, səhv eləmirəmsə. Baxın, bunu çox bəyəndim. Dodaq üçün lip glossdur. Rəngi də qeyd olunubdur. Bu da dodaq üçündür. Bu amma tint kimi gedir. Bu da çox gözəldir. Bir də xanım özünə tonalnik zakaz eləmək istəyir. Sadəcə rəngini bilmədiyi üçün biz qərar verdik ki, yəni belə bir probnik götürsün. Rəngini dəqiq bilmək üçün. Yəni bu probniki götürdü. Buradakı rəng budur. Yəni bu qədər məhsul götürübdü. Xanım ən çox bəyənilən məhsullardır. Xanımın öz seçimidir. Bu primer də çox populyar bir primerdir. Xanım bunu da seçdi. Mən elə bil ki, bu bizdə ilk dəfə gətirirəm bu məhsulu. Özümə də gələn səfər gətirəcəm və sizə göstərəcəm necə bir məhsuldur. Özüm sınayıb sizə göstərəcəm. Deyilənə görə bu məhsul qara nöqtələri aparır. Mənim də dərimdə dəhşət çox qara nöqtələr var, əmələ gəlibdir. Daha elə bil ki, get-gedə çoxalır və mən də bunu alıb sınayacağım. Sizlə də mütləq şəkildə bölüşəcəm. Və bir də özümə bir tonalnik də alacağım şıqlar məhsulundan. Yəni uca sınamışam. Sadəcə mən daha açıq rəng istifadə edirəm. Onu da sizlə bölüşəcəm. Və bir də mən özümə iki tərəfli bu firmanın iki tərəfli tuşu var. Onu da özümə alacağım. Gələn səfər sizinlə, yəni açıb, həm də ki sınayacaq göstərəcəm. Və bir-iki məhsul var, sizə birazdan göstərərəm. Özümə jef məhsullardan ayırdıqlar məhsullardır. Onları uca bir neçə gündə istifadə edirəm. Sizlə bölüşmək istəyirəm. Yəni necə bir məhsullardır. Və indi bu məhsulları biz yığaq. Sadə bir paketə yığıram mən. Bunlar bir yığaq. Aparaq neftçilərdə xanıma təhvil verək. İnşallah bir-iki dənə də çəkiliş eləyəcəm. Cərrəh məhsullarını və başqa hansı məhsullarımız varsa tanıtım eləyəcəm. Gedək çatdırım ya. Çox qəribə bir hava var. Bizim pişiyimiz bizi qarşılayır. Məhlənmişiyim. Sağ ol. Mən də gedirəm çatdırılmaya. Hava da nə isti deyil, nə soyuq deyil. Bir pişik də burada var. Məhləmizi də biraz çəkdim sizin üçün. Bəlkə maraqlı olar kiməsə. Gedəyin bir yerdə çatdırılmaya. Nələr bizi bugün gözləyəcək. Otobusdan çıktım, çattım, aparım vereyim, sonra da geri qaydım. Xanımı çəkməyəcəm. Sağollaşaq gözəl sifarişlərini. Çatdım evə. Ben evə çatmadım. Evə elə var, bir 5-10 dəqiqəlik yol var. Çünki girmək marketdə girib, oğluma istəyirəm nəsə alım. Çünki evə girən ki, mama gəldi. Mamanın da əli boş olmasından. Çatdırılmanı etdik sizinlə birlikdə. Bugünə Beki çəkiliş etmək istəyirəm.
Yəni sizin üçün də istəyirəm blogda paylaşım. Hansı məhsullar falan nə gətirmişəm. İnşallah yaxın zamanda kargom gələcək. Gratisdən gələcək. Yəni o kargoda çox gözəl məhsullar var. Onları sizin üçün paylaşacağım. Tam sonra girmək istəyirəm. Burada bir də yeni mağazin açılıbdı, azı açılıbdı. Çək açılıb. Buradan da tam sonra bax istəyirəm. Tam sonra giriş edeyim. O ki məhsul almışam amma ya da ki bilmirəm, baxım görüm nə var maraqlı bir şeylər. Gedək şirniyyat edəcəyim. Bizə lazım olan yer orada. Gedək görək maraqlı nələr var. Burada bir çay var. Sizə göstərmək istəyirəm. Bu çayın bu növünü. Çox dadlıdır. Nəyə bilərsiniz? Bizə lazım olan da elə gəldik. Buradan nə götürəcəm mən? Nə götürəcəm? Hatta Kinder'in bir məhsulunu götürəcəm. Ozma çox da sevməz. Kinder sevər. Nasıl bir maraqlı məhsulunu götürürüm. Və bunu götürürüm. Aa, bu çox dadlıdır. Mən özüm sevirəm bunu. Bir közüm bunu götürdüm. Qərar verdim ki, barını götürürüm. Bir də özümə bunu götürdüm. Bunu sınamamışam hiç. İlk dəfə sınamayacağım. Maraqlı gəldi. Götürdüm özümə. Ben KitKat'ı sevirəm deyə bunu götürdüm. Oğluma da bunları götürdüm. Çünki sifarişlərdə nələr yığmışam. Fikir verməyin. Başım qarışıqdır, video çəkə bilmirəm. Məsələn, 2 ədəd belə gözəl bədən spreyləri xanım götürübdü. 1 ədəd belə highlighter götürübdü. 3 ədəd uşaq üçün belə gözəl bloknotlarımızdan götürdü. Yəni bizdə məhsullar tək-tək də satılır. Baxın, belə gözəl sırğa götürübdü. Nə qaralmır, nə də rəngi getmir. Jeff'in belə bleskini götürdü. Jeff'in belə dodaq yağını götürdü. Bunu çox sevdim. Çox gözəldir. Minnoş görsənir. Faberlic'in hər kəsin sevdiyi lip gloss'u götürdü. Və indi trenddir. Belə bir voklu kimi 2 tərəfli yağ. Və belə çiyələkliyini də götürdü. Yəni çox maraqlıdır. Məsələn, bu bleskdirsə, bu da dodaq balzamıdır. Xanımın bu qədər sifarişi oldu. Bu bir xanımın sifarişidir. O birisi xanımın sifarişini göstərəcəm. Xanım qızı üçün belə çox gözəl hədiyyəlik dəst götürdü. Belə gözəl bandı var burada. Dodaq balzamı, qələmi, əl kremi, belə dəstdir. Çox gözəl belə rəngləmə kitabı, bloknotu. Yəni cəmi 12 manata. Demək olar ki, belə çox gözəl dəst yığdı qızına. Və özünə nələr götürdü, onu da mütləq şəkildə sizə göstərəcəm bu dəqiqə. Xanım özünə Jeff'in belə tonalnikini götürdü. Bu ondu. Faberlic'in belə piyon olan duş gelini götürdü. Əl kremini. Və burada Jeff'in qaş gelini götürdü. Və Faberlic'in həm kəs sevdiyi 2XL tuşunu 4 manatdır. Bizdə satışda o qiyməti. Belə bir sırğa götürdü. Yeni modellərimizdəndir. Yeni il gətirdiklərimdən. İndi başqa xanımın da sifarişini sizə göstərəcəm. Onu hal-hazırda yığırıq xanımla bir yerdə. İstəyirəm sizlərlə də göstərim, paylaşaq. Bunu hələ xanımla danışırıq, danışıqlar gedir. Necə bir şey istədiyini, gətirmişəm bir-iki məhsullar belə yığmışam. Görək xanım bunları bəyənəcəkmi? Bunlarda hansı məhsul saxlayacaq? 2 dənə boks istəyibdi. Birini yığmışıq xanımla. Belə gözəl Hello Kitty'li boksdur. Yəni bunun da qiyməti cəmi 12 manatdır. Yəni bu içində bu qədər məhsulla 12 manat elədi. Puzzle falan, uşaqlar üçün hər şey var da burada, hər kəsi sevdiyi. Həm də bizdə qablaşmada olur. Bir də buradakı bir-iki məhsulları çəkilişini eləmək istədim. Sadəcə məhsul qarışıqdır deyin. Yeni məhsullar gəlməyini gözləyirəm ki, daha çox çeşid olsun da hər dəfə eyni şey çəkmək istəmirəm. Baxın, belə gözəl məhsul uşaqlar üçün. Yəni bu da hər kəsin sevdiyi
Kiss Beauty brendinin olan losyonudur. Həm də bunların biz duş gellərini də gətirmişdik. Bunlar da bitdi. Yəni ucu baxırıncıdır. Bir də gətirməyəcəm bunlardan. Bir də hər kəsin sevdiyi belə bir spreydir. Yəni bunlardan da çox gətirmişəm. Yəni ucu başqa çeşidlərini gətirəcəm deyin. Yəni bunlardan da bitdi. Burada da belə qarışıqlıq var bizdə. Məsələn, Faberlic məhsullarıdır. Burada adi, bu da bir ədəd bundan qalıbdır. Yəni eyni markanın. Belə duş gellərimiz də var. Faberlic'in də var. Belə qəşəng belə gratisdən aldığım duş gel də var. Yəni bura belə qarışıqlıq olmağına baxmayın. Türkiyə falan yığırdım. Bunlar səliqəyə salıram hər gün. Yenə də belə ortalıq qarışır. Görürsünüz, yeni məhsullar gəlib paketdən üstünə çıxır. Çalışıram səliqədə saxlayayım, amma hər dəfə də alınmır. Bir də sizə göstərmək istəyirəm ki, məsələn, paylaşdığım məhsullardan bir ədəd bundan qalıbdır. Yəni satılıbdır. Şıqlamın belə çeynlik paleti qalıbdır. Amma bunu da bir xanım istəyibdir. Bunu da baxarıq, görək kimin qismətin olacaq. Bir də yeni 2 ədəd belə məhsul gətirmişəm. Belə krem formada. Qiymətlər çox münasibdir, 2 manatdır. Rumiana. Yəni 2 ədəd gətirmişəm. Yəni kim istəsə, yəni götürə bilər. 2 manatdır qiyməti. Biri belə rozva rəngdədir. Bilirsiniz də bundan istifadə eləmək lazım. Az vurursan ki, çox qəşəng olsun. Və biri də qırmızı tonlardadır. Yəni 2 ədəddir. Yəni kim istəsə götürə bilər. Yəni uşaq məhsullar, böyük məhsullar hamısı bir-birinə qarışıqdır. Burada da bizim qaşıq trendlərimizdir. Bunları da yazmışam, qoymuşam. Yəni məhsul çoxdur, iş çoxdur. Hər gün vloglar paylaşacağım sizin üçün. Bizi izlədiyiniz üçün çox sağ olun. Savaqda bir-iki məhsulları paylaşacağım sizin üçün. Bir-iki alış-veriş eləyəcəm. Yenə də yaxında uşaq bayramı yaxınlaşır. Bir gün sifarişlər götürürük. Kim hansı məhsullardan istəyirsə yeni yaza bilər. Yaxında ətir də gətirəcəm, əl kremləri də gətirəcəm. Spes belə dəstlər yığmaq üçün. Görüşərik. Kanala abunə olmayı unutmayın.